Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə son zamanların trendi olan quş südü tortu hazırlayacağım. Baxın, burada gördüyünüz ərzaqlarla hazırlayacağım. Gəlin, heç vaxt ötürmədən hazırlama qaydasını sizlərlə paylaşım və birlikdə hazırlayaq. Burada 3 yumurta götürmüşəm. Böyük yumurtalarda ona göre 3 yumurta götürmüşəm. Əgər kiçik yumurta olsa 4 yumurta siz götürün. Bunu kənara qoyuruq. Digər ərzaqlarımız olan 1 stəkan şəkər tozu. Mənim reseptimdə 1 stəkandır. Əgər şirinliyi çox sevirsinizsə stəkan yarım və yaxud da 1 stəkan, bir də stəkanın 3də 1-i qədər əlavə edə bilərsiniz. Burada 150 qram yağdır. 150 qram yağdan istifadə edəcəm. Hamısını bir qaba əlavə edirəm. 4 xörək qaşığı burada balı var. 4 xörək qaşığı baldan istifadə edirəm. Qeyd edim ki, onu da baldan istifadə etməyə də bilərsiniz. Bal sadəcə olaraq özünə məxsus dad verdiyi üçün bu torta istifadə edilir. Son vaxtlar yəni istifadə olunur. İstifadə etməyə də bilərsiniz. Süddən istifadə edirəm. Burada 1 çay qaşığı soda var və 1 çay qaşığı alma sirkəsi. Qarışdırıram. Hələ əlavə etmirəm, saxlayıram. İndi isə su hamamına qoyacağım. Bunu şəkər tozunun içərisindəki balı və yağı əridəcəm. Bu hələlik qalsın kənarda, eyni zamanda yumurtada. Qabı yerləşdirirəm. Qaynayan suyun üzərinə, hələ tam qaynamayıb. Qeyd edim ki, qabın altı suya dəyməməlidir. Yerləşdirirəm və qarışdıraraq yağı, şəkər tozunu, balı əridirəm. Tam qızmağını gözləmədən içərisinə yumurtanı çəngəl vasitəsilə çalıb əlavə edəcək. Bir də hazırladığımız soda və sirkə qarışımını əlavə edəcək. Hələlik isə bunu su hamamında əridirəm. Kənarda yumurtanı da qarışdırıb hazır edirəm. Artıq yağ, şəkər tozu əriyib, baxın. Bu zaman biz yumurtanı az-az əlavə edirik və qarışdırırıq. Qarışdırırıq ki, bişməsinlər. Tam qızdırmırıq. Yenə qeyd edirəm. Sadəcə olaraq şəkər tozunu, balı əridirik. Kənara aldım və soymağını gözləyirəm. Soyduqdan sonra içərisinə apardığı qədər un əlavə edəcəm və nə qədər un gedəcək sizlər üçün paylaşacağım. Un əlavə edərək qarışdırıram. Çox soymağını gözləmədim, sadəcə ilk istiliyi çıxdı. Ələdiyim unu üzərinə əlavə edirəm. Neçə stəkan gedəcək sizlər üçün qeyd edəcəm. İkinci stəkan unu əlavə edirəm. 3 stəkan un əlavə edib qarışdıracağım. Daha sonra lazım olduğunu içərisinə əlavə edəcəm. Artıq hazırdır. Qoyuram soyuducuda özün tutsun. Baxın, bu cür oldusa, əlinizlə qarışdırmağa heç ehtiyac yoxdur. Spatula vasitəsilə qarışdırırsınız. Baxın, bu formada oldusa, qoyursunuz soyuducuya. Soyuducuda özün tutur 2-3 saat. Yəni təmiz soyur. Daha sonra götürüb kündələyirsiniz və heç vaxt itirmədən yayıb bişirirsiniz. Gördüyünüz kimi olmalıdır. Aparıram, qoyuram soyuducuya. Soyuducuda 2 saata yaxın gözlətdim xəmiri. Xəmir artıq özünü tutub. İndi isə kündələrə ayırıram. Baxın, azacıq ələ yapışan bir xəmirdir. Un səpərək bunu edirik ki, yapışmasın. Hər biri 43 qram olmaqla, yəni 40-43 qram arası 8 kündəyə ayırdım. İndi isə kündələyirəm, qabın içərisinə yerləşdirirəm, qoyuram soyucuda qalsın. Amma heç gözlətməyəcəm. İlk başladığımdan, yəni ilk kündələdiyindən başlayacağım yaymağa. Sadəcə olaraq digərlərini soyucuda gözlədib bir-bir götürüb
yayacağım və bişirəcəm. Kündələrimiz hazırdır. Üzərini bağlayıram, qoyuram. Soyuducuya bir-bir götürüb yayıram və bişiririm. Kvadrat formada yayacağım. Çünki kvadrat listə bişirəcəm. Azacıq un səpirik və yayırıq. Yaydım, indi isə götürüb yerləşdirirəm soba listinə. Daha doğrusu yağlı kağızın üzərinə. Ehtiyatlı olmalıyıq ki, çünki yapışan xəmirdir. Əvvəlcə yağlı kağızın üzərinə qoyuruq. Yağlı kağız boyu yayırıq yenidən. Daha sonra soba listinə yerləşdirib pişiririk. Listinə yerləşdirirəm və qoyuram 170-160 dərəcədə pişməyə. Azıcık kızarana kimi bişiririk, tam kızartmayın. Birini bu formada bişirirəm. Baxın, yumuşaqdır. Pişirib yığıram. Və burada öncədən zavarnoy krem hazırlamışam. İçərisinə azıcık yağ əlavə etmişəm. 50 qram reseptini paylaşacağım sizlərlə. İndi isə bunu soyub artıq əlavə edirəm mikserin içərisinə çalsın. Birinci belə sadə formada çalıram, yəni içərisinə heç nə qatmıram. Daha sonra içərisinə qaymaq əlavə edəcəm. Aşağı xoda qoyuram və içərisinə soyuq qaymaq əlavə edirəm. 1 stəkan yarım qaymaq əlavə edirəm. Qeyd edim ki, bu çox gözəl kremdir. Bütün tortlarda istifadə edə bilərsiniz. Zavarnoy kremlə qaymağı qarışdırıram. Və sürətini çoxaldıram. Kremimiz hazırdır. Baxın, bu cür çox gözəl bir krem alınır. Tərkib üçün möhtəşəm bir kremdir. Bütün növ tortlarınızda da gedəcək bir kremdir. Mütləq hazırlayın. Yağlı kağızla 8 korjun 8-nə bişirdim. Çünki mən bir-bir qoyub bişirdim. Bu listənin bir dənə olduğu üçün hamısı istədim eyni formada, eyni boyda olsunlar. Əgər siz 2-3 listə bişirəsinizsə, 2-3 dənə yağlı kağız sizin üçün bəs edəcək. Keçirəm tortun yığılmasına. Artıq krem də hazırdır. Korjlar da hazırdır. İndi isə tortu yığıram. Azıcık krem vururam. Çox vurmağa ehtiyac yoxdur. Sadəcə olaraq tərpənməsin deyə bunu edirik. Və tərs formada korjumuzu qoyuruq. Budur. Demək olar ki, hazırdır. Kənarlarını hələlik kəsmirəm. Üzərinə glazur hazırlayacağım. Glazur əlavə edəcəm. Yəni qırıntı əlavə etmirəm mən. Baxın, bu cür alındı. Kənarlarını kəsəcəm. Düz bucaqlı formasında səliqəyə salacağım. Gördüyünüz kimi krem də bitib demək olar ki. İndi isə keçirəm üzərinə glazur hazırlanmasına. Bu videoda sizə glazur resepti də paylaşıram. İndi isə gəlin onu eləyək. Burada 2 xörək qaşığı kakao var. Əslində 3 xörək qaşığı olmalıdır. Evdə olmadığı üçün mən 2 xörək qaşığı əlavə etdim və 1 xörək qaşığını nişasta əlavə edirəm. Çünki qatlaşmağı lazımdır glazurun. Ona görə də 3 xörək qaşığı kakao reseptdə var. Sadəcə olaraq mən 1 xörək qaşığı yerinə nişasta əlavə edirəm. 3 xörək qaşığı dolu şəkər tozu. Və süd əlavə edirik. Hardasa 9 xörək qaşığı. Yəni yarım stəkan. Yaxşıca qarışdırıram. Qeyd edim ki, süddən biraz da əlavə etdim. Çünki gözümə az gəldi. Onun üzərinə düşündüm bəs etməyəcək. İndi isə yaxşıca qarışdırıram ki, topaq qalmasın. Qarışdırdıqdan sonra qoyacağım qaynamağa. Qaynadıqdan sonra içərisinə
50-100 qram arası şokolad əlavə edəcəm. Mən damla şokoladdan istifadə edəcəm. Qoydum ocağa, bir burun qaynasın. Qaynayan kimi içərisinə şokolad əlavə edəcəm. Azacıq da duru yağ və yaxud da adi yağdan istifadə etmək lazımdır ki, parıltılı alınsın. Baxın, qaynadı. İndi isə şokoladımızı və yağı əlavə edirik. İçərisinə biraz da süt əlavə etdim, çünki qatı alındığı üçün. İndi isə şokolad əlavə edirəm. Artıq glazurumuz hazırdır. Ocağın altını bağlayıram. İlk istiliyin çıxmağını gözləyirəm və əlavə edirəm tortumuzun üzərinə. İsti-isti yaymaq lazımdır ki, soyduqdan sonra bərkiyir, yaymaq mümkün olmur. Artıq tortumuz hazırdır. Qoyuram tort ən az 2-3 saat özünü tutsun. Daha sonra kənarlarını kəsəcəm və servis edəcəm. Çox dadlı, ləzzətli, görüntüsü möhtəşəm olan quş sütü tortumuz hazırdır. Yumuşaq, pambıq kimidir. Heç gözlətmədən kənarlarını kəsdim. Necə pambıq kimidir, baxın. İndi üzərini bəzəyəcəm və servis edəcəm heç gözlətmədən. Həqiqətən möhtəşəmdir. Mütləq siz də bu üsulla hazırlayın. Bəyənsəniz kanalıma abunə olub like atmağı unutmayın.